Salam dostlar, hər vaxtınız xeyir olsun. Dostlar, ev şəraitində mən lülə kebabı necə hazırlayıram onu göstərəcəm. Biraz azısa 2 kilo qoyun ətidir. Elə bir təmiz tikədir də. Hardasa bir 400-500 qram belə olar. Quyruqdur. Çəkdim bir yerdən, maşının biraz iri gözündən. Burada da 3 ədəd böyük soğandır. Dostlar, onu da deyim ki, bunun suyu tamam sıxılmalıdır. Su getməməlidir. Yəni soğanın suyu bura qarışmamalıdır. Burada da yəni duzdur. Kebab bilirsiniz ki, duzsuz olanda dadı olmur. Yəni bu bunun normasındadır belə. Sonra qara istiyotdur. Yine o da zövqə görədir. Yine deyirəm, duzu, istiyotu yerində olanda dadlı olur. Bir də ki dostlar, bu lülənin şişdən düşməmə səbəbi nədir? Çaylı sodadır. Hardasa bu 2 kilo ətə bir dolu xörək qaşığı çaylı sodadır. Bunu belə əlavə eləyib, qarışdırıb dostlar, indi qoyacağım xaladelniyin buzluğuna. Hardasa bir yarım saat, 1 saat qalsın, özünü tutsun. Ondan sonra pişirmə halını göstərəcəm sizə. Dostlar, qarışdırdım, hazırdır. Yəni bunu bu cürə buzluğa qoymayacağım. Paketə qoyub qoyacağım buzluğa. Hardasa bir saat, yarım saat belə qalsın, özünü tutsun. Ondan sonra götürəcəm. Dostlar, indi lüləni şişə vururam. Əlimi bir balaca soyuq suya batırıram. Bir də lüləni bax bu şişlərdə qəşəng çıxır. Bir də 2 dənəsini göstərəcəm. Belə dostlar. İnşallah pişirəndə də göstərəcəm. Çox vaxtınızı almayın. Buranı. Dostlar, burada da 2 ətdir. Buz vurmuşam zövqə görə. İndi çəkəcəm şişə. Dostlar, tikələri pişirdim, lüləni. Yəni göstərim sizə ki, üstü qoysa görəcəksiniz. Yəni heç biri açılmır, dağılmır. Yəni bu cürə hazırlayın siz də. Allah hər kəsin evində ruzu bərəkətini bol eləsin, canını sağ eləsin, ailəsinin, balalarının canının sağlığı ilə kim nə istəyir onu da hazırlasın. Prosta çəkdim, paylaşdım ki, görəsiniz ki, ev şəraitində necə hazırlayıram.